Salam əziz şagirdlərim, bugün ikinci dərəcəli üzvlərlə izahlarımıza davam edirik. Cümlənin ikinci dərəcəli üzvləri əsasən neyinir? Baş üzvləri izah edir. Baş üzvlərlə bağlı məlumatlar onların köməyi ilə genişlənmiş olur. Tamamlıq hərəkət və ya hökmün obyektini bildirdiyi halda zərflik hərəkət və ya hökmü müxtəlif cəhətdən izah edib aydınlaşdırır. Bu üzvlərdən təyin həm baş üzvləri, həm də ikinci dərəcəli üzvləri. O cümlədən özünü də izah edə bilir. Təyin əşya bildirən bütün üzvləri izah edə bilir. Gələk indi bir-bir bunları təhlil edək, ayrı-ayrı təyinə, tamamlığa, zərfliyə baxaq. Cümlədə isimlə və ya ismin xüsusiyyətlərini daşıyan sözlərlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə nə deyəcəyik? Təyin deyəcəyik. Sualları hansı olacaq? Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından da birinə cavab vermiş olacaq. Vahid intizamlı şagirddir. Necə şagirddir? Küçədə 20 ev var. Nə qədər ev var? Çalışqan şagirdlər gəldilər. Hansı şagirdlər gəldilər və s. Daha sonra təyin ifadə vasitələrinə də diqqət eləyək. Təyin ifadə vasitələri kimi isim, sifət, say, əvəzlik, zərf, fe'li sifət, ismi birləşmələr, mürəkkəb adlar, fe'li birləşmələr, frazoloji birləşmələr, qoşmalı söz və ya söz birləşmələri ilə ifadə oluna bilər. İndi bir-bir təhlil edək. Anasına qızıl üzük aldı. Baxın burada qızıl üzük. Bax, qızıl nədir? Nitq hissəsi olaraq isimdir. Yəni bunun morfoloji sualı keçmiş idi əslində. Morfoloji sual nədir? Onun hansı, bax, qızıl, nə qızıl? Hansı suala cavab verirsə, bax, olur isim. Məsələn, qızıl, nə? Bu oldu morfoloji sualı. Amma bax, bu qızılın indi cümlədə baxaq. Anasına qızıl üzük aldı. Qızıl üzük, bax, hansı üzük? Qızıl üzük. Burada isə artıq morfoloji sualı hansı olmuş olacaq. Və burada qızıl isimdir. Yadımızda saxlayaq. Hansı sualına cavab verirsə, onu biz gedib tez sifət kimi götürməyək. Qadınsız ev soyuq olar. Bax, burada qadınsız sifətdir, təyin funksiyasındadır. Daha sonra məndən işıq alır min şəhər. Min şəhər. Nə qədər şəhər? Baxın, burada da təyindir. Min sözü və bir nitq hissəsi olaraq saydı. Əvəzlik, bax, təyin kimi necə işlənə bilər. Bizə bu dağ, bu dərə təslim oldu. Bax, hansı dağ, hansı dərə? Bunlar burada təyindir. Yuxarı otaq sənin idi. Hansı otaq? Bax, burada yuxarı sözü təyin olmuş olacaq. Yadımızda saxlayaq ki, bunu əvvəl də demişdim sizə. Zərfdə yer zərfləri. Bütün cümlə üzvləri ola bilir. Yer zərfləri, bütün cümlə üzvləri ola bilir. Bunu da özünüz üçün qeyd edin yenə. Təkrar bildiyin anası da yadınızdan çıxmaz. Fe'li sifət, kömək edən dostlarını çağır. Bax, hansı dostlarını? Kömək edən. Burada nə oldu? Fe'li sifətin ifadə olunub təyin. Xalq artisti Niyaməddin Musayev oxuyurdu. Bax, oxuyurdu kim? Niyaməddin Musayev. Hansı Niyaməddin Musayev? Xalq artisti. Xalq artisti isə burada ismi birləşmədir. Gördüyümüz kimi keçmişik. İkinci növ təyini söz birləşməsidir. Uyusun dağların maralı göy-göl. Baxın, burada dağların maralı nədir? Üçüncü növ təyini söz birləşməsi, yəni ismi birləşməsinin ifadə olunub təyin. Məktəbin direktoru yenə də üçüncü növ təyini söz birləşməsinin ifadə olunub. Yəni ismi birləşmənin ifadə olunmuş təyinlərdir bunlar. Fe'li birləşmə, bizim oxuduğumuz əsərlər budur. Bax, burada bizim oxuduğumuz təyindir. Fe'li birləşmə ilə ifadə olunub. Frazoloji birləşmə, ağlı başına gələn insanlar səhv etməz. Hansı insanlar ağlı başına gələr? Bilir ki, ağlı başına gəlmək frazoloji birləşmədir və burada təyin kimi çıxış edib. Ayda heç mən qoşmalı söz və söz birləşməsi ilə. Bu necə olur? Baxaq. Lalə də anası kimi müəllimdir. Baxın, burada anası kimi söz plus qoşma. Mənim dostuma aid kitablar bunlardır. Baxın, mənim dostum nədir? Üçüncü növ təyini söz birləşməsidir. Aid də burada qoşmadır. Yəni, burada da gördüyümüz kimi təyin həm qoşmalı sözlə, həm də qoşmalı söz birləşməsi ilə də ifadə oluna bilir. Təyin quruluşsa sadə və mürəkkəb olur. Sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan, bax, sadə, düzəltmə, mürəkkəb sözlər. Mürəkkəb söz görən kimi qatıb mürəkkəb götürməyin, ha. Təyin quruluşsa sadə sayılır, mürəkkəb sözlərlə ifadə olunanda. Təyinlər quruluşsa, bax, sadə, düzəltmə, mürəkkəb sözlər, nitq hissələri ilə ifadə olunan, yadımızda saxlayaq. Sadə, düzəltmə, mürəkkəb sözlər quruluşsa sadə olur. Sərbəst söz birləşməsi ilə ifadə olunan təyinlər isə quruluşda mürəkkəb olur. Qız güllü donunu geymişdi. Bax, burada güllü nədir? Düzəltmə. Düzəltmə olsa da nə olacaq? Sadə təyin sayılacaq. Birinci, bax, nədir? Düzəltmə, amma sadə təyin sayılacaq, yadımızda saxlayaq. Məktəb direktoru Əli müəllim qabaqda oturmuşdu. Bax, məktəb direktoru nədir? İkinci növ təyini söz birləşməsi. Nə ifadə olundu deməli? Sərbəst söz birləşməsi ilə. Həm də buna biz nə deyirik? İsmi birləşmə. Səhərdən meşəyə gedən. Səhərdən meşəyə gedən nədir? Fe'li birləşmədir. Nə ilə ifadə olunub? Fe'li sifət tərkibi ilə ifadə olunmuş olacaq. Baxın, gedən. Yəni burada nə göstərdi? Fe'li sifətin şəkilçisidir. Daha sonra qeydlərimizə baxaq. İzahımızı davam etdirək. Məstər və məstər tərkibləri. Fe'li bağlama və fe'li bağlama tərkibləri cümlədə təyin ola bilmir. Amma bir istisnamız var məstərdə. Məstər və məstər tərkibləri cümlədə istisna halda təyin ola bilir. Məsələn, oxumaq kimi vərdişi var. İnsanlara kömək etmək kimi. Bax, oxumaq kimi
Məsləhət insanlara kömək etmək kimi isə məsləhət tərkibi ilə ifadə olunmuş olacaq. İsmi birləşmənin əvvəlində gələn təyin edici söz müstəqil olaraq təyin kimi işlənə bilir, amma fe'li birləşmənin əvvəlində gələn təyin edici söz müstəqil olaraq təyin kimi işlənə bilmir. Özünüz üçün bax qeyd olaraq yadınızda saxlayın. Sizə kömək olacaq bu qayda. İsmi birləşmənin deməli əvvəlində gələn təyin edici söz cümlədə müstəqil olaraq təyin kimi işlənə bilir, amma fe'li birləşmənin əvvəlində gələn təyin edici söz müstəqil olaraq təyin kimi işlənə bilmir. Məsələn, yeni kursun müdiri odur. Odur xəbər, kursun müdiri mübtəda, yeni burada təyin oldu. Yeni kurs açılanda, bax açılanda nə ilə ifadə olunub? Burada isə anda fe'li bağlama ilə ifadə olunmuş olacaq. Bax açılanda anda hardadır? Fe'li bağlamada. Fe'li bağlamanın şəkilçisidir. Burada isə biz yenini nə edəcəyik? Ayrı təyin edə bilməyəcəyik. Yeni kurs açılanda artıq bir cümlə üzvü kimi təhlil olunmuş olacaq. Qeyd 4-də bizə deyir ki, təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilər. Digər cümlə üzvləri ilə əlaqələnəndə sintaktik əlaqədə aslı tərəf olur. Bax, aslı tərəf olur. Yuxarı küçədə toy idi. Bax, burada yuxarı sözü təyindir, zərfliyə tabe olmuş olacaq. Bəzən təyinlə sintaktik əlaqələnə bilər. Bax, təyinlə sintaktik əlaqələnə bilər. Bu zaman nə olacaq? Təyin əsas tərəf kimi çıxış edə bilər. Qırmızı donlu Lalə mənim rəfiqəm idi. Bax, burada donlu sözü sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf kimi çıxış edilmiş olacaq. Qırmızı donlu, bax, qırmızı təyin, donlu təyin, Lalə mübtəda, mənim rəfiqəm idi xəbər. Burada qırmızı donlu nə olacaq? Bax, donlu Lalə, qırmızı donlu. Qırmızı və donlu sözləri qeyri-həmcins təyinlər sayılacaq. Qeyri-həmcins təyinlər sayılmış olacaq. Bir də qeyd olaraq yadınızda saxlayın ki, özünüz qeyd edin ki, qeyd dəftərinizə. Təyin düzəltmədir fikri yanlışdır. Bax, təyin düzəltmədir desə, bu fikir yanlışdır. Amma təyin ifadə vasitəsi düzəltmədir desə, bu doğru olacaq. Testdə qabağınıza çıxa bilər. Ona görə diqqətli olun bu məsələdə. İndi tamamlıqla izahımıza davam edək. Tamamlıq cümlədə əşya məzmunu bildirir. İsmin adlıq və yəlik hallarından başqa. Bax, hansı hallar oldu? Adlıq və yəlik hallarından başqa. Qalan halların suallarına cavab verin. Kimi, nəyi, kimdən, nə də, haradan, nə barədə, nə haqqında, kim haqqında və s. Məsələn, uşağı çağır, kimi, kitaba aldım, nəyi? Və yaxud da milli qəhrəmanlar haqqında, nə bilirsiniz, kim haqqında və s. İndi ifadə vasitələrinə baxaq. İsim, sifət, say, əvəzi, zərf, fe'li, sifət, məsləhət, ismi birləşmələr, mürəkkəb adlar, fe'li birləşmə, frazoloji birləşmə, qoşmalı söz və söz birləşməsi ilə. Nə üçün o məhəbbəti günahkar hesab edirsiniz? Bax, burada məhəbbət isimlə ifadə olunub, yaraları gətirdilər, yaraları sifətinə ifadə olunub, milyonlardan xeyli azsınız, bax, milyonlardan sayının ifadə olunub, bəlkə də hər şeyi unudacaqsan, hər şeyi əvəzi ilə ifadə olunub, yuxarıları bir-bir təmizləyin, zərflə ifadə olunub, yatmışları oyatmayın, fe'li sifətinə ifadə olunub, nizami küsməyi bacarmaz, küsməyi məsləhətlə ifadə olunub, Vahidin oxumağını ismi birləşmədir və gördüyümüz kimi ismi birləşmə ilə ifadə olunub, daha sonra fe'li birləşmə, yaxşı oxuyanlarını, bax, nə ifadə olunub fe'li birləşmə ilə, baş gilləməkdən bir şey çıxmaz, baş gilləmək nədir? Frazoloji birləşmədir. Qoşmalı söz və söz birləşməsi, nənəsi haqqında danış, bax, nənəsi haqqında nədir? Qoşmalı sözlə ifadə olunub. Mənim dostum ilə gəldi. Mənim dostum ilə. Bu nədir? Söz birləşməsi. Qoşmalı söz birləşməsi ilə ifadə olunmuş olacaq tamamlıq. Tamamlıq da quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunanda quruluşca sadə, sərbəst söz birləşmələri ilə ifadə olunan tamamlıqlar isə quruluşca mürəkkəb sayılacaq. Nitq hissələri ilə ifadə olunanda dedik sadə, sərbəst söz birləşmələri ilə ifadə olunanda isə quruluşca mürəkkəb sayılacaq. Qız güllü donunu geymişdi. Bax, donunu. Biz kitaba baxdıq. Gördüyümüz kimi bunlar sadə tamamlıqlardır. Direktor Əli müəllimi qabaqda oturtmuşdu. Meşəyə gedənləri axtarırlar. Bunlar da gördüyümüz kimi mürəkkəb tamamlıqlar sayılacaq. Qeydlərimizlə davam edək. Qeydlərimizdə deyir ki, təsirli halda olan söz zaman anlayışı bildirdikdə, nə vaxt, nə zaman suallarına cavab verəndə cümlənin zaman zərfli olur. Bax, təsirli halda olan söz zaman anlayışı, bax, zaman anlayışı bildirdikdə, nə vaxt, nə zaman sualına cavab verəndə zaman zərfli olmuş olacaq. Yayı kənddə dincəlmişəm, gecəni çox narahat yatmışam. Bax. Yayı, nə zaman, nə vaxt, gecəni, nə zaman, nə vaxt, nə oldu bunlar? Zərfli olmuş, zaman zərfli olmuş oldu. Daha sonra qeyd 2-də bizə deyir ki, qeyri-müəyyənlik bildirən, bax, nə suala cavab verən tamamlıq, eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn, quzu su içir, quş dən yeyir. Lakin bu cümlələrdəki quzu və quş sözləri mübtəda, su və dən sözləri isə tamamlıqdır. Bu cür tamamlığı, bax, nə sualına cavab verən mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik bildirən hal şəkilçisini artırmaq olar. Məsələn, quzu suyu içir, quş dəni yeyir. İkincisi isə, bu cür tamamlıq həmişə feilin yanında işlənir və onun yerini dəyişdikdə və ya əvvəlinə o bu işarə əvəziləri artıranda həmin tamamlıq təsirli halın şəkilçisini qəbul edir. Suyu quzu içir, dəni quş yeyir və s. formasında. Yəni bax, quzu su içir deyəndə, quzu da su da gedib demirik ki, adlıq haldadır. Burada quzu adlıq haldadır. Nədir? Mübtədadır. Su qeyri-müəyyən burada təsirli haldadır. Tamamlıqdır. İçir isə bildiyimiz kimi xəbərdir.
Quş dən yeyirdə də həmçinin yeyir, nə, quş olacaq mübtəda, dən yeyir. Yəni bir şey qeyri-müəyyən, yəli, qeyri-müəyyən təsirli halında sualları ancaq nədir? İndi burada dən yeyir, nə yeyir deyirik. Nə sonra cavab versə də dən sözü burada qeyri-müəyyən təsirli halda olmuş olacaq. Qeyd 3-ə nəzər salaq. İnsan anlayışı bildirən söz qeyri-müəyyən təsirli halda işlənəndə nə sualına cavab verərək tamamlıq rolunda çıxış edir. Məsələn, onlar işçi axtarırlar cümləsində işçi sözü nə sualına cavab verir və cümlədə tamamlıq olur. Bu sözdə kim sualını vermək və ya müəyyən təsirli halın kimi sualını vermək doğru deyil, yanlış eləmiş olarıq. Buna da diqqət edək. Cümlədə haranı sualına cavab verən söz, bax, cümlədə haranı sualına cavab verən söz tamamlıq olur, zərflik yox. Yadımızda saxlayaq. Haranı sualına cavab verən söz tamamlıq olur. Hər tərəfi gəzdik. Haranı gəzdik? Hər tərəfi burada nə oldu? Tamamlıq. Zərflik deyil. Adlıq və yəli halda olan sözlər müstəqil olaraq tamamlıq ola bilmir. Hansılar? Adlıq və yəli halda olan sözlər müstəqil olaraq tamamlıq ola bilmir. Bunlar qoşma ilə işlənəndə tamamlıq kimi işlənə bilər. Bu zaman ifadə vasitəsini yalnız adlıq və yəli halda olan söz götürmək olmaz. Qoşma da nəzərə alınmalı. Məsələn, nənəsi ilə gəldi. Sənin üçün almışam. Burada nənəsi ilə bir yerdə olacaq tamamlıq, gəldi xəbər. Sənin üçün olacaq tamamlıq, almışam, xəbər. Üçün görə ötürü qoşulmalı sözlər obyekt bildirərsə cümlədə tamamlıq olur. Bax, üçün ötürü görə qoşulmalı sözlər obyekt bildirərsə cümlədə tamamlıq olur. Bax, nə bildirsə obyekt. Belə hallarda əsasən həmin qoşulmalı söz yönlü hala çevrilə bilir. Atam üçün aldım. Yəni atama aldım. Tamamlıq mübtəda və zərfliklə sintaktik əlaqədə olmur. Bax, yadımızda saxlayaq mütləq. Tamamlıq mübtəda və zərfliklə sintaktik əlaqədə olmur. Qabağımıza çıxacaq. Tamamlıq mübtəda və zərfliklə sintaktik əlaqədə olmur. Təyin və xəbərlə isə sintaktik əlaqədə ola bilir. Təyinlə və xəbərlə. Təyini özünə tabe edərək əsas tərəf, xəbərə tabe olaraq isə aslı tərəf kimi çıxış edir. İndi isə keçdik zərfliyə. Hərəkətin icrasını və əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edən üz nə olacaq? Zərflik. Bax, hərəkətin icrasını, əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edən üz olacaq zərflik. Zərflik quruluşda sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan quruluşda sadə, sərbəst söz birləşmələri ilə ifadə olunanlar isə quruluşda mürəkkəb sayılır. Bax, ümumiləşdirək. İndi keçdik nəyi? Təyini, tamamlığı və zərfliyi və hər birində gördük ki, nitq hissələri ilə ifadə olunanda olur quruluşda sadə, sərbəst söz birləşmələri ilə ifadə olunanda olacaq quruluşda mürəkkəb. O sürətlə danışır. Bax, sürətlə. Biz bu gün gəldik. Bu gün. Bax, bu gün mürəkkəb sözdür, amma nə olacaq? Sadə zərflik sayılacaq. Direktor Əli müəllimi öz otağına çağırdı. Vahid kədərli vəziyyətdə dayanıb. Baxın, bunların hər biri sərbəst söz birləşmələri ifadə olunduğuna görə mürəkkəb zərflik sayılacaq. Zərflik əsasən fe'li xəbər, bəzən isə ismi xəbərə aid olur. İsmi xəbərə aid olduqda əlamətin meydana çıxmasını, fe'li xəbərə aid olduqda isə hərəkətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərfliyin aşağıdakı məna növlərinə indi gəlin birlikdə nəzər salaq. Tərzi, hərəkət, zərfliyi. İş və ya hərəkətin icra tərzini bildirir. Necə, nə cür, nə tərzdə, nə vəziyyətdə, nə şəkildə suallarına cavab verir. İfadə vasitələri, tərz hərəkət zərfləri, fe'li bağlama tərkibləri, qoşmalı söz və söz birləşmələri, sual əvəzlikləri, ikinci tərəfi halda, şəkildə, vəziyyətdə, tərzdə və sair sözlərlə ifadə olunan birləşmələr, frazoloji birləşmələr, ismi birləşmələr və s. İndi bir-bir təhlil edək. Tələbə mühazirəni nöqtə bə nöqtə yazırdı. Bax, nöqtə bə nöqtə burada olacaq. Nə? Zərflik. Nə ilə ifadə olundu? Tərz hərəkət zərfliyi ilə ifadə olunmuş olacaq. Fe'li bağlama. Bax, gülümsəyir. Burada fe'li bağlama ilə ifadə olunub. Mətləbi uzatmadan qoşa-qoşa gəzərək fe'li bağlama tərkiblərinə ifadə olunub. A kimi, nənəsi kimi qoşmalı söz və söz birləşmələrinə ifadə olunub. Necə yola verir? Bax, necə sual əvəzliyi ilə ifadə olunub. Tərzdə hərəkət zərfi, zərfliyi daha doğrusu. İkinci tərəfi halda, şəkildə, vəziyyətdə, tərzdə. Bax, nə deyir? Səksəkəli halda. Bu şəkildə bunlar nə sayılır? Tərzdə hərəkət zərfliyi sayılır. Frazoloji birləşmələr necə ifadə oluna bilər? Bax, bir qarnı ac, bir qarnı tox. İsmi birləşmə ilə institutu əla qiymətlə bitirdi. Bax, əla qiymət. Təbriz yenə qan içində çalxanır. Bax, qan içində. Daha sonra ola bilər ki, bir də yadımızda saxlayaq. Baxın, nənəsi kimi gözəldir cümləsini dedik bayaq. Əgər bunu bir də belə yazın. Nənəsi kimi müəllimdir. Məsələn, hamısı yerləşmədi. Nənəsi kimi müəllimdir. Nənəsi kimi gözəldir. Baxın, nənəsi kimi gözəldir xəbər. Nənəsi kimi olacaq zərflik. Gözəldir nədir? İsmi xəbər. İsmi xəbər. Nə ilə ifadə olunub? Gözəl necə? Sifətlə. Bax, sifətlə ifadə olunduğuna görə xəbərimiz. İsmi xəbər olsa da bu nənəsi kimi nə oldu? Zərflik. Amma nənəsi kimi müəllimdir. Müəllimdir xəbər. Nənəsi kimi olacaq təyin. Müəllimdir yenə ismi xəbərdir. İsmi xəbər. Nə ilə ifadə olunub ismi xəbər? İsimlə. İsimlə ifadə olunduğuna görə nənəsi kimi burada olmuş olacaq artıq təyin. Zərflik yox. Bu xırda nüansı yadınızda saxlayın. Özünüz üçün qeyd dəftərinə qeyd edin. Bir daha deyirəm. Nənəsi kimi gözəldir. Gözəl nədir burada? İsmi xəbərdir, sifət. Nənəsi kimi müəllimdir. Müəllim nədir? İsimdir.
Gözəldir. Əgər sifətlə ifadə olunubsa, nənəsi kimi olacaq zərfli. Əgər isimlə ifadə olunsaydı, bax bu xəbər olacaqdı təyin nənəsi kimi. Yaxşı. İndi qeydlərimizə baxaq. Qeydlərdə deyir ki, təyin ilə tərz hərəkət zərfliyini bir-birinə fərqləndirmək üçün onların hansı cümlə üzvünə aid olduğuna fikir vermək lazımdır. Təyin həmişə isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir. Açıq qapı bizimdir, anar yaxşı oğlandır və s. Tərz hərəkət zərfliyi isə feili xəbərlə bağlı olur. Anar yaxşı oxuyur, mənimlə açıq danış və s. Bax nə dedim? Təyin həmişə isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir. Tərz hərəkət zərfliyi isə feili xəbərlə bağlı olur. Qeyd 2-də deyir ki, kimi, tək qoşmalı sözlərin aid olduğu xəbər təsriflənən feillə, sifətlə ifadə olunarsa, zərfli rolunda çıxış edir. Əgər isimlə ifadə olunarsa, təyin olacaq. Məsələn, atası kimi danışdı. Bax, olacaq zərfli. Azər atası kimi cavandır, zərfli. Amma Azər atası kimi həkimdir, təyin. Bax, həkimdir nədir? İsim. Ona görə nə olacaq? Atası kimi burada təyin olmuş olacaq. Bayaq sizə izah edədiyim qayda. Feili sifətin an və ya mış şəkilçisi qəbul edən söz görmək feilinə aid olduqda zərfli rolunda çıxış edir. Bax, feili sifətin an və ya mış şəkilçisini qəbul edən söz görmək feilinə aid olduqda zərfli rolunda çıxış edir. Məsələn, onu dərslərini oxuyan gördüm. Bax, görmək feilini gördüyü burada. Deməli, dərsləri oxuyan nədir burada? Zərfli idi. Daha sonra, tərz hərəkət zərfləri həm feili, həm də ismi xəbərə aid ola bilər. Qoşmalı feili sifət tərz hərəkət zərfliyi kimi işlənə bilər. Qoşmalı feili sifət tərz hərəkət zərfliyi kimi işlənə bilər. Bülbül kimi, bülbül oxuyan kimi heç kəs oxuya bilməz. Bax, bülbül oxuyan kimi oldu zərfli. Necə? Nə tərzdə? Bülbül oxuyan kimi heç kəs oxuya bilməz. Burada feili sifət, qoşmalı feili sifət tərz hərəkət zərfliyi kimi işlənə bildi. İndi gəldik zaman zərfliyinə. İş və ya hərəkətin hadisənin zamanı bildirir. Nə vaxt, nə zaman, haçan, nə zamana dəyir, nə vaxta dəyir suallarına cavab verir, nə vaxta qədər. Bunun da ifadə vasitələrinə baxaq. Zaman zərfləri, zaman mənalı isimlər, feili bağlama tərkibləri, ismi birləşmələr, qoşmalı sözlər və söz birləşmələri, sual əvəzlikləri, say və say plus il, yaş, ay, feili sifət plus an, vaxt, zaman və s. kimi. Bax, bunlarla ifadə oluna bilər. İndi gəlin bir-bir təhlil edək. Siz onda balaca idiniz. Bax, onda zaman zərfləri ilə ifadə olunub. Tənəffüsdə zaman mənalı isimlə ifadə olundu. Bax, yaxınlaşanda feili bağlama ilə ifadə olundu. Evə çatınca feil bağlama tərkibi ilə ifadə olundu. Yaz günü ismi birləşmə ilə. Bu nədir? Yaz günü ikinci nöqtənin söz birləşməsi ifadə olundu. Qoşmalı söz və ya söz birləşməsi. Bax, hücumdan qabaq, səndən əvvəl qoşmalı söz və ya səni görən kimi söz birləşməsi ilə ifadə olundu. Sual əvəzi. Səninlə haçan görüşər? Bax, haçan. Sual əvəzi ilə ifadə olundu. Say. Bax, 20-də 1. Sayın ifadə olundu. Saat 5-də. 18 yaşında. Baxın, yaşından görürsünüz. Bunlar hər biri nədir? Zaman zərfli sayılır. Feili sifət və feili sifət plus an, vaxt, zaman. Bax, nə deyir bizə? Meşədə gəzdiyimiz zaman, məktəbdə oxuduğu vaxt, küçə ilə getdiyim yerdə. Bunlar hər biri zaman zərfliyi sayılmış olacaq. Bax, əsasən kəmiyyət zərfliyi ilə zaman zərfliyi arasında çaşqınlıq olur. Bu da nədən əmələ gəlir? İndi bunları ayırd edək. Nə zaman biz buna deyirik kəmiyyət zərfliyidir, nə zaman deyirik ki, bunu yox, zaman zərfliyidir. Biz səni 5 saat gözlədik, biz səni saat 5-də qarşılayacaq. Bax, birinci cümlədə biz səni 5 saat gözlədik. 5 saat kəmiyyət zərfliyidir. Bax, 5 saat kəmiyyət bildirir. Çünki zamanı deyil. Burada gözlənilən zamanın bizə artıq kəmiyyətini çatdırmaq istəyir ki, burada 5 saat gözlədim. Burada oldu kəmiyyət zərfliyi. Amma biz səni saat 5-də qarşılayacağıq. Burada isə artıq zaman zərfliyidir. Birbaşa artıq burada zamanı bildirir ki, saat 5-də səni qarşılayacaq. Burada zaman anlayışı var. Birbaşa zamanı bildirmiş oldu burada. Zaman zərfliyi həm ismi xəbərə, həm də feili xəbərə aid ola bilər. Dünən soyuq idi, dünən gəldi və s. Yer zərfliyi iş və ya hərəkətin icra olunduğu yeri, istiqamətini, başlanğıc və bitmə nöqtəsini bildirmiş olacaq. Hara, haraya, harada, haradan, hara ilə suallarına cavab verəcək. İfadə vasitələri, yer zərfləri, yer mənalı isimlər, ismi birləşmələr, qoşmalı söz və söz birləşmələri. Bax, oradan yer zərfi, şəhərdə yer mənalı isimlər, idarənin qabağında ismi birləşmə, meşə yolu ilə qalayı da keçsə, qoşmalı sözlə ifadə, bax, meşə yolu söz birləşməsi, qalayı da keçsə, qoşmalı sözlə ifadə olunmuş olacaq. Qeydimizdə deyir ki, ora, bura, aşağı, yuxarı, irəli, geri kimi sözlər cümlədə mübtəda və zərfli rolunda çıxış edə bilər. Bunları fərqləndirmək üçün yönlü hal şəkilçisini qoşmaq lazımdır. Əgər məzmun dəyişmirsə, deməli zərflidir. Əks halda mübtəda olmuş olacaq. Və yaxud da bu sözlərə həm hara, həm də haraya sualını verə biliriksə, deməli zərflidir. Məsələn, bura çox yerdən səfalıdır. Bax, buraya çox yerdən səfalıdır. Alınır? Yox, məzmun itir. Deməli, bura sözü nədir? Mübtədadır. Həmçinin də haraya çox yerdən səfalıdır deyə bilirik? Yox, deyə bilmirik. Ona görə bura nə oldu? Mübtəda olmuş oldu. Siz bura gəlin deyəndə, siz buraya gəlin. Siz hara gəlin? Siz haraya gəlin? Bax, deyə bildik, deyə bildik. Deməli, burada buraya oldu zərfli, burada isə oldu mübtəda. Daha sonra bu sözlər feili birləşmə tərkibində işlənəndə cümlə özünün ifadə vasitəsi olmur. Siz bura gələndə gec idi. Bura zərfi feili bağlamanın burada artıq bax aslı tərəfi olduğundan müstəqil şəkildə cümlənin üzvü olmayacaq. Buna da diqqət edək.
Daha sonra fe'li bağlama və fe'li bağlama tərkibləri yer zərfliyinin ifadə vasitəsi ola bilməz. Qeyd edin. Fe'li bağlama və fe'li bağlama tərkibləri yer zərfliyinin ifadə vasitəsi ola bilməz. Fe'li bağlama və fe'li bağlama tərkibləri yer zərfliyinin ifadə vasitəsi ola bilməz. İndi gəldik cəmiyyət zərfliyinə. İş və ya hərəkətin əlamətin nə qədər icra olunduğunu dərəcəsini bildirir, nə dərəcədə sualına cavab verir. Cəmiyyət zərfliyinin ifadə vasitələri olacaq. Miqdar zərflər, bax, tamamilə büsbütün o qədər miqdar zərflərinin ifadə olunmuş olacaq. Daha sonra ismi birləşmə, məsələn, hədsiz dərəcədə. Fe'li bağlama ilə doyunca, sual əvəzi ilə nə dərəcədə, say, il, gün, ayla, 5 il, 1 həftə və s. ifadə oluna bilər. Qeydlərimizdə deyir ki, cəmiyyət zərfliyi həm ismi, həm də fe'li xəbərə aid ola bilər. Cəmiyyət zərfliyi həm ismi, həm də fe'li xəbərə aid ola bilər. Çox sözü cümlədəki yerindən asılı olaraq müxtəlif mənalarda, müxtəlif vəzifələrdə ola bilər. Məsələn, uşaq çox danışdı. Bax, burada nəyə aiddir? Fe'li xəbərə aid olduğu üçün olacaq zərflik. Uşaqlar çox savadlıdır. Burada özündən sonra sifət gəldiyinə görə nə də olacaq? Çox burada cümlə üzvü olmur. Ədatdır. Daha sonra üçüncü cümləyə baxaq. Çox kitab. Bax, kitab nəyə aid oldu? Kitab isminə aid oldu burada da. Onun ismə də aid olduğuna görə burada olacaq təyin. Bax, çox sözünün məqamlarının hər birini yadımızda saxlayaq, testdə qabağımıza çıxa bilər. Deməli, özündən sonra sifət gələndə bir olur ədat, cümlə üzvü olmur. Amma özündən sonra fe'li xəbər gələndə oldu zərflik, özündən sonra ismi izah edəndə, bax, çox özündən sonra gələn kitab ismini izah elədi, ona görə oldu təyin. Dönə-dönə sözü. Cümlədəki yerindən asılı olaraq zərf və fe'li bağlama kimi işlənərək zərfliyin ifadə vasitəsi ola bilər. Müəllim bunları dönə-dönə deyib cümləsində, bax, dönə-dönə, dəfələrlə, bax, bundan əvəz edəndə olacaq cəmiyyət zərfi, dəfələrlə, xeyli mənasını ifadə edəndə olacaq cəmiyyət zərfi və zərfliyi. Maşın küçəni dönə-dönə gəlirdi, yəni dönərək gəlirdi, dönüb gəlirdi. Burada isə tərz hərəkət zərfliyi rolunda çıxış eləmiş olacaq. Bax, diqqətlə yanaşaq. Dönə-dönə, dəfələrlə, xeyli mənasını ifadə edəndə olacaq cəmiyyət zərfi və zərfliyi, dəfələrlə. Amma dönərək, dönüb, bax, bu mənalarını ifadə edəndə dönə-dönə. Tərz hərəkət zərfliyi rolunda çıxış eləmiş olacaq. İndi gəldik səbəb zərfliyinə. Səbəb zərfliyi hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə, nə üçün, nədən ötürü, nə səbəbə suallarına cavab verir. İfadə vasitələri təsriflənməyən fe'llər xəstə olduğundan, oxumaqdan, küstüyündən qorxub və s. Fe'li birləşmələr bunun dəcəlliyini görüb bütün günü ayaq üstə dayanmaqdan və s. İsmi birləşmələr qonşunun səhlənkarlığından, sual əvəziləri nədən, nə üçün, qoşmalı sözlər və söz birləşmələri ilə əmrə əsasən sərt danışdığı üçün və s. İsimlərlə və sifətlərlə qorxudan, istidən, soyuqdan, çarəsizlikdən və s. İndi qeydlərimizə baxaq. Qeydimizdə deyir ki, bizə səbəb zərfliyi həm ismi, həm də fe'li xəbərə aid ola bilər. İkinci tərəfində, üstündə, sayəsində, nəticəsində, üzündən, ucundan kimi sözlər olan nümunələr də səbəb zərfliyi ola bilər. Bax, nə oldu? Üstündə, sayəsində, nəticəsində, üzündən, ucundan kimi sözlər də səbəb zərfliyi ola bilər. Məsələn, heç nəyin üstündə, sənin üzündən, əmim oğlunun sayəsində və s. hər biri, deməli, səbəb zərfliyi sayılmış olacaq. İndi gələn məqsəd zərfliyinə. İş və ya hərəkətin məqsədini, niyə, nədən ötürü, nəyə görə, nə məqsədlə suallarına cavab verir. Bax, iş və hərəkətin məqsədini bildirir. Niyə, nədən ötürü, nəyə görə, nə məqsədlə suallarına cavab verir. İfadə vasitələri, məsdər və məsdər tərkibləri, sual əvəzlikləri, ismi birləşmələr, üçün ötürü görə qoşmalarla ifadə olunan işlənən söz və söz birləşmələri. Nümunələrə baxaq. Məsdər tərkibləri, məsələn, işləməyə gəlmişik, sual əvəzi ilə siz nə üçün məni izləyirsiniz, nə üçün? İsmi birləşmələrə qonaqları qarşılamaq məqsədi ilə həyata çıxdı. Üçün ötürü görə qoşmaları ilə işlənən söz və söz birləşməsi necə ola bilər? Onun oxuması üçün kitab almışam ismi birləşmə ilə. Daha sonra qeydlərimizlə davam edək. Məqsəd zərfliyi həm ismi, həm də fe'li xəbərə aid ola bilər. Məsələn, kurs açmaq üçün pul lazımdır. Kurs açmaq üçün yer axtarır və s. Burada lazımdır olur ismi xəbər, axtarır isə olur fe'li xəbər. İkinci tərəfi uğrundan, niyyət, bəhanə, yolundan, naminə kimi sözlərlə ifadə olunanda məqsəd zərfliyi kimi işlənə bilər. Məsələn, sizin yolunuzda canımdan keçərəm, vətən uğrunda şəhid oldular. Burada artıq məqsəd zərfliyi olmuş olacaq. Fe'li bağlama və fe'li bağlama tərkibləri məqsəd zərfliyinin ifadə vasitəsi ola bilməz. Yadımızda saxlayaq. Fe'li bağlama və fe'li bağlama tərkibləri məqsəd zərfliyinin ifadə vasitələri ola bilməz. Bax, yadımızda saxlayaq. İkinci tərəf üstündə, sayəsində, nəticəsində, üzündən, ucundan kimi sözlərlə ifadə olunanda dedik, səbəb zərfliyi ola bilər bu nümunələr. Amma uğrunda, niyyət, bəhanə, yolunda, naminə kimi sözlər ifadə olunan nümunələr də məqsəd zərfliyi kimi işlənə bilər. İndi baxaq səbəb və məqsəd zərfliklərinin fərqinə. İş xəbərdəki işdən əvvəl olur. Məsələn, imtahandan keçdiyim üçün sevinir. Artıq keçib və sevinir. Səbəb adətən çıxışıq halda olur. Fe'li sifət və tərkibləri qoşma, bax, fe'li sifət və tərkibləri bir qoşma. Bu sxemə uyğun gəlir. Məsələn, imtahandan keçdiyi üçün səbəb, bax, hansı səbəbə? İmtahandan keçdiyi üçün artıq keçib sonra sevinir. Yəni iş xəbərdə işdən əvvələ aid olur. Nə səbəbə sualına cavab verir. Və burada keçmiş, bax, məzmunu var, keçmiş. Amma məqsəddə isə gələcək məzmunu bildirmiş olacaq. Bax, iş xəbərdə işdən artıq bu məqsədə sonraya aid olur. İmtahandan keçmək üçün çalışır. Bax, hələ keçməyib ha. Məqsədi var. Keçmək üçün çalışır. Adətən yönlü halda olur. Məqsəd və tərkibləri plus qoşma. Bax, bu da bu sxemə aid olur. Məqsəd zərfliklər də bu sxemə aid olur. Əsasən nə məqsədlə sualına da cavab verir. Bax, bir də ümumiləşdirək. Səbəb zərfliyində
İş xəbərdə işdən əvvələ aid olur. Məsələn, imtahandan keçdiyi üçün sevinir. Artıq keçib, ondan sonra sevinir. Keçdiyi üçün sevinir. Burada bir səbəb var. Amma imtahandan keçmək üçün çalışır. Burada artıq gələcəyə aid bir məqsədi var. Keçmək üçün çalışır. Səbəb zərfliyi, bax, adətən çıxışlı halda olur. Amma məqsəd zərfliyi isə yönlük halda olur. Və məsdər tərkibləri, pelos qoşma, məsdər tərkibləri, pelos qoşma sxemi olanda olacaq məqsəd. Amma fe'li sifət pelos qoşma sxemi olanda olacaq səbəb zərfliyi. Bu da belə. İkinci dərəcəli üzvlərlə bağlı izahımız bu qədər. Hansı mövzunun izahını istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.